Xaçmaz rayonunda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə Gəndab-Yalama yolunun Xaçmaz şəhər ərazisindən keçən hissəsində qeydə alınıb. 53 yaşlı Quba sakini Cahangir Hüseynovun idarə etdiyi Niva markalı avtomaşınla Xaçmaz sakini 63 yaşlı Vaqif Qəmbərovun idarə etdiyi Mercedes markalı avtomaşın toqquşub. Nəticədə Cahangir Hüseynov hadisə yerindəcə dünyasını dəyişib. Digər sürücü isə yüngül xəsarət alıb. Onun sözlərinə görə hadisəyə səbəb Niva markalı avtomaşının sürücüsünün qaydalar pozması olub. Geldim bu adam risk çıktı kabağıma hiç ben sekund kirleşmeye vakit kaldı ki doğrumuz lazım verme yağ yok. Çıktı kabağıma ben sokmayı bilmedim, dönüştürebilmedim. Buradan risk çıktı ben trastayım. Risk çıktı buradan kabağıma. Yol polisi də ilkin versiya olaraq qəzaya səbəb kimi Nivanın yüksək sürətlə hərəkət etməsini və yol hərəkəti qaydalarını pozmasını göstərib. Qeyd edək ki, qəza zamanı dünyasını dəyişən Cahangir Hüseynov Xaçmaz Mərkəzi Xəstəxanasının qəbul şöbəsinin müdiri işləyir. Hazırda faktla bağlı araşdırma aparılır. Xaçmazdan Binəli Tosayev, İlahə Abbasova, Kanal 13 xəbərdar.